Salam, hər vaxtınız xeyir. Yeni bir sual izahı ilə qarşınızdayıq. Gəlin birlikdə suala baxaq. Qonaqların hamısı muğam ifa edən müğənnini diqqətlə dinləyirdilər. Cümləsinə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Biz cədvəldə birinci baxarıq. Burada doğru fikir istəyir, burada yanlış fikir istəyir. Uyğunlaşdıracağıq. Gəlin baxaq. Xəbər indiki zamanda olan sadə feillə ifadə olunub. Baxaq. Gəlin təhlil edək cümləni. Dinləyirdi. Burada təhlil edirsin. Dinləyirdi. Nə edirdi? Dinləyirdi. Kim? Qonaqların hamısı. Mübtəda. Kim? Qonaqların hamısını dinləyirdi. Nə edirdi? Dinləyirdi. Kim? Qonaqların hamısı. Kimi? Müğənnini. Tamamlıq. Necə dinləyirdi? Necə dinləyirdi? Diqqətlə dinləyirdi. Zərflik. Hansı müğənni? Muğam ifa edən. Burada təyindir. Baxaq. Doğrudur. Xəbər indiki zamanda olan sadə feilli ifadə olunur. Bəli, dinlə sözün kökü irdə indiki zamanda. Bəli, sadə feildir. Bir düzdür. Deməli, bir olmayan variantları çıxırıq. E variantı, D variantı gedir. Gəlin baxaq. Tamamlıqlar sadə isimlərlə ifadə olunur. Baxın, deyir tamamlıqlar. Amma burada tamamlıq var. Bunlara görə bu ikini götürə bilmərik. Biz iki olan variantlarda çıxırıq. Qalır B variantına C variantı. Gəlin baxın yanlışlar. Təyin feil sifətlə ifadə olunub. Fikir var. Həqiqi təyin feil sifətlə ifadə olunub. Amma feil sifət tərkibi ilə ifadə olunub. Feil sifət ifadə olunub. Bu fikir yanlışdır. 3 yanlışdır. Deməli cavabımız oldu C variantı. Mübtəda xəbər arasında kəmiyyətə görə uzlaşma gözlənilməyib. Bəli, kəmiyyətə görə uzlaşma gözlənilmir. Çünki biz baxırıq qonaqların hamısı bu təkdədir, amma xəbər cəmdədir. Onun üçün gözlənilməyib. Cavabımız C variantıdır.